Örtülü toxumlar şöbəsinə xas olan 2 qat mayalama prosesini izləyirsiniz. Dişicik daxilində hər bir ana hüceyrə və yaxud da ki megaspor meyoz keçirdərək 3-ü kiçik, 1-i iri olmaqla 4 hüceyrə əmələ gətirir. 3 kiçik hüceyrə sovrulur, 1 kiçik hüceyrə isə 3 nəsil mitoz keçirdərək 8 hüceyrəyə bölünür. Və 8 hüceyrənin ikisi ortada birləşərək mərkəzi hüceyrəni əmələ gətirir. 2 nüvəli mərkəzi hüceyrə, qalanlar isə 1 nüvəli hüceyrələr olur və haploid olurlar. Onlardan biri yumurta hüceyrədir. Yumurta hüceyrə digərlərindən iri olmasına görə fərqlənir və tozluqlarda da tozluq dənələri əmələ gəlir. Tozluq dənəsi 2 nüvəli olur, vegetativ və generativ nüvədən ibarət olur. Vegetativ nüvə inkişaf edərək tozluq borusunu əmələ gətirir. Generativ nüvə isə bölünərək sperm əmələ gətirir və onlar mikropili adlanan dəlikdən daxil olurlar şem kisəsinə və bir sperm mərkəzi hüceyrəni mayalandırır. Digər sperm yumurta hüceyrəni mayalandırır və zigot inkişaf edir. Zigotdan isə rüşeyin və toxum inkişaf edir. Mərkəzi hüceyrə mayalanmasından isə endosperm inkişaf edir.